Salam değerli izləyicilər, etibarnamələr ləğv oluna bilər, xəbəri axıra qədər dinləyin, amma öncə burada üstəgəl işarəsi görünürsə bir dəfə vurub kanalımıza abunə olun. Değerli izləyicilər, sənədlərin sürətlə elektronlaşdırıldığı bir dövrdə avtomobillərlə bağlı etibarnamələrin gələcəkdə ləğv edilə biləcəyi məsələsi müzakirə olunub və mövzu ilə bağlı konkretaza nəqliyyat eksperti Eldəniz Cəfərov açıqlama verib və bildirib ki, avtomobillərə dair verilən etibarnamələrin hazırki mexanizminə yenidən baxılması zərurəti yaranır. Ekspertin sözlərinə görə avtomobilə əmlak kimi verilən etibarnamə ilə avtomobili idarə etmək üçün verilən etibarnamə arasında ciddi fərq mövcuddur. Avtomobili sürmək üçün verilən etibarnamə fərqli olmalıdır. Bugünkü dövrdə düşünürəm ki, avtomobillərin idarə olunması üçün verilən etibarnamələrin məsələsinə yenidən baxılmalıdır. Cəfərov etibarnamələrin nə vaxt ləğv edilə biləcəyi ilə bağlı konkret tarix verməyin mümkün olmadığını da vurğulayıb. İndi deyə bilmərik ki, nə vaxtsa ləğv ediləcək. Bunu indidən proqnozlaşdırmaq çətindir. Bu yalnız müvafiq qurumların qərarı ilə baş verə bilər.